mən Bərdədə anadan olmuşam da, orada hər kəs sadəcə şoka düşüb. Heyrətə gəliblər. Təsirləniblər ki, bu necə yəni belə bir şey ola bilər, dünyaya gələ bilər. Kukla kimi də bəmbəyaz. Xəstəlik kimi mən görmürəm. Yəni normal insanlardan böyük bir fərqim yoxdur. Sadəcə rəngimiz fərqlənir. Mənlə başlayırlar mənə rusca salam verməyə, rusca danışmağa. Fərqliyi olan insanlar həmişə istedad cəhətdən nəsə 1-2 addım digər insanlardan qarşıda olurlar. Mən şəxsən şükür edirəm bu cür olduğum üçün. Ya Rəbb, hanı bəs o şən sevdalı günlər, o şən sevdalı günlər, biri-birindən qız tək həyalı günlər, qız tək həyalı günlər. Yeganə xanım, xoş gördük sizi. Xoş gördük. Mən sizi təsadüfən sosial şəbəkədə kəşf eləmişdim. Qavalla çox möhtəşəm bir ifanızı gördüm. Amma beynimdə çox qəribə belə bir paradoks yarandı. Belə sarı saç, modern bir görünüş, qaval. Normalda öyrəşmişik axı muğama yönələnlər, məsələn, gənclər biraz daha tərz olaraq başqadır. Amma sizdə mən o belə həm ziddiyyəti gördüm, həm də o mənə çox maraqlı gəlmişdi. Çox vaxt sözünüzə haqq qazandırım. Görüntü ilə səsi uyğunlaşdırmırlar məndə. Yəni deyirlər, başqa millətə oxşuyursan, amma xalq mahnılarımızı ifa edirsən. Demək olar ki, hər gün bu şərhlər gəlir mənə bu cür. Əvvəlki vaxtım ona, ay öləm bunun, öləm bunun, öləm bunun dərdindən, öləm bunun, öləm bunun, öləm bunun dərdindən. Mən istəyirəm sizlə fərqlilik deməyim də, bilmirəm bu, yəni siz daha yaxşı bilirsiniz, fərqlilik sayılırmı albinizm ya yox. Biraz bunun üzərində danışaq. Sonra sırf fokuslanaq musiqi karyeranıza. Məncə də fərqlilikdir. Çünki xəstəlik deyil. Xəstəlik kimi mən görmürəm. Yəni normal insanlardan böyük bir fərqim yoxdur. Sadəcə rəngimiz fərqlənir. Saçlarım bəmbəyazdır. Onlar istədiyim rəngə boyaya bilirəm. Həm qaşlarım, həm kirpiklərim də bura daxildir. Tək fərqimiz gözlərim hədsiz zəif görür, yəni çox zəif görür və nistadium var, yəni əsir gözlərim. Başqa mənim üçün böyük bir problem yaratmır. Əksinə, mənim üçün avantajlı, nəinki dezavantaj yəni. Ümumiyyətlə valideynlərinizlə bu barədə danışmısınızmı? Bax, onlar belə deyək də ilk dəfə bunu öyrənəndə, albinizmi öyrənəndə sizdə nə reaksiyaları nə olub? Bu dönəmdən istəyirəm biraz danışaq. Ölkəmizdə də bir çox ölkələrdə də, yəni nadir deyil, albinizm yayılıb, yəni insanlar görürlər, amma yenə də cahil insanlarımız təbii ki var. Uşaqlıqdan bəri məsələn elə uşaqlar olurdu mən görəndə, saçın niyə bu rəngdir? İndi uşaqdır, yəni onu qınamaq da olmaz. Qaşların, kipriklərin ağappaqdır. Sonra böyüdükcə də məsələn olurdu ki, orta yaşlı qadınlar soruşurdu. Bu qızın bacısı da belədir, atası da belədir. Yəni maraq eləyirdilər də. Hətta bəzən başqa cür ifadələr işlədənlər də olurdu. Düzdür. Uşaqlıqdan buraya heç birinə fikir verməmişəm. Yəni şükür Allaha ki. Yəni istədiyimiz rəngə boyaya bilirik, istədiyimiz cür hərəkət edə bilirik. Mən şəxsən şükür edirəm bu cür olduğum üçün. Bu saçları və kiprikləri boyama, bu insanların baskısından dolayıdır, yoxsa bu şəxsi seçim idi? Xeyr, bu mənim öz seçimimdir. Yəni istədiyim rəngə boyaya bilərəm. Çünki bilirsiniz necə? Biri var insanlar gedir saçlarını bəmbəyaz açdırır və istədiyi rəngi qoyurlar. Mən böyüdükcə bir yaş müddətdən sonra artıq dedim ki, məsələn, biraz daha qumral, daha sarışın, yəni hər rəngdən istifadə eləmişəm. Bu mənim öz seçimimdir. Yəni sizə avantaj idi. Bəli, əlbəttə ki. Məktəb dövründə və yaxud da bu təhsil aldığınız dövrdə hər hansı bir çətinliklə qarşılaşdığınız olubmu bu məsələlərdən dolayı? Sağ olsunlar, yaxın dostlarım olub həmişə. Yəni heç vaxt məsələn belə yadırğamayıblar məni o barədə. Sadəcə çətinliyim gözümlə bağlı olub ki, məsələn gərək lövhəyə çox yaxın oturardım, ən qabaqda mən oturardım. O da bilirsiniz uşaqlar həmişə yox qabaqda mən oturacam. Biraz o barədə çətinliyim olub. Başqa belə böyük bir çətinlik yaşamamışam. Əhatəm həmişə məni qoruyublar, sağ olsun, yaxın dostlarım. Valideynlər tərəfdən necə? Bax, mənə bilmirəm sizlə bölüşüblər ya yox. Həm onların ilkin reaksiyaları maraqlıdır, həm də bir belə deyək, cəmiyyəti ən azından aydınlatmaq baxımından bir mübarizə aparmalı olduqları bir məqamlar olubmu yoxsa? Bilirsiniz belə deyim də, uşaq vaxtı indi mamamın da tam dəqiq məlumat olmayıb bu barədə.
sonradan araşdırıb, indi öyrənib, indi bu bir qismətdir. Mamadan həmişə soruşurdular. Niyə uşaqların saçı niyə ağdır? Başlayırdı izah eləməyə. Bu belə. Artıq qaydanda deyirlər. Niyə ağdır? Atası da belədir. Mama deyir, hə, atası da belədir. Artıq o da o cürdür. Yəni biz necə izah eləməyi də buraxıb. Yəni onların təbii ki, ilkin reaksiyaları mən bilə bilmərəm. Yəni necə olub, amma onu bilirəm ki, mamamın danışdığı qədərilə, yəni mən Bərdədə anadan olmuşam da, orada hər kəs sadəcə şoka düşüb də. Yəni belə bir uşaq Bərdədə ağappaq, bəmbəyaz. Bu cür, yəni belə necə deyim, sadəcə heyrətə gəliblər. Təsirləniblər ki, bu necə yəni belə bir şey ola bilər, dünyaya gələ bilər. Kukla kimi də bəmbəyaz. Bərdə məsələn də biraz daha balaca rayondur. Yəqin başqa millətdən olduğunuzu falan da düşünüblər, hə? Bəli. Hətta mənlə gələndə başlayırlar mənə rusca salam verməyə, rusca danışmağa. Mən də inanırsınız ki, bilmirəm. O qədər az bilirəm ki, qayıb deyirəm ki, yox mən o dildə bilmirəm də. Yəni ona görə də elə hal-hazırda xalq mahnılarını oxuyanda insanlar heyrətə gəlir ki, necə yəni sən rusa oxuşursan. Çünki bilirsiniz necə? Yoxdur o cür, yəni təkəm-tükəm insanlardır ki, hə onlar saçlarını boyurlar, heç mən də boyuram. Sadəcə mənim özümdə o qədər ağam ki, yəni insanlar həqiqətən başqa millətdən olduğumu sanırlar. Aha. Bayaq mənə qeyd elədiniz ki, bu ümumiyyətlə mənə heç bir dezavantaj yaratmır, sadəcə gözlərimdə görmə problemi. Sizdə yəni bu işıqla bağlıdır problem, yoxsa ümumiyyətlə bu görməyə də təsir edən bir amildir? Yox, uzaq görmədə problemim var. Yəni uzağı yaxşı görə bilmirəm. Biraz gözlərimdə əsmə var. Demək olar ki, tutaq ki, bir şeyə diqqətlə baxmaq istəyirəmsə, başlayır gözlərim əsməyə və onu görə bilmirəm də. Yəni diqqətlə görə bilmirəm. Əsmə sayəsində də zəif görməm daha da artır. Belə İşığa qarşı da, çox işığa qarşı təbii ki, yəni reaksiya bildirir. Gözlərimi qətiyyən aça bilmirəm. Bir də çox günəş olanda, yəni mənim üçün narahatlıq yaradır. Gecə çox rahatdır. Gecə görməyim də, gəzməyim də yəni mənim üçün problem yaratmır. İstəyirəm insanlara bir mesaj verəsiniz. Bu fərqlilik məsələsini bir bitirək, sonra keçək musiqi karyeranıza. Dediyim kimi biz biraz balaca cəmiyyət olduğumuz üçün tək albinizm deyil. Ümumiyyətlə nə bilim hər xırda bir detala, biraz qismən fərqliliyə, insanlar biraz belə bəzən yad münasibətlər göstərə bilər. Hə, qəribə reaksiyalar göstərə bilər. Adicə məsələn olur insanlıq, bir də görsən ayağın burxulur, nə bilim yolda biraz axsaya-axsaya gəzəndə insanlar biraz fərqli baxa bilirlər. Həm bir cəmiyyətə mesaj istəyirəm sizdən, həm də məsələn belə deyək də, dövr dəyişdikcə bu tipli fərqliliklər də həqiqətən də artır. İnsanlara nə tipli bir mesaj ötürmək istəyirsiniz və yaxud da bax belə reaksiyalar verən insanlara sözləriniz nə olardı? Və yaxud da sizin kimi məsələn olan, fərqliliyi olan insanlara mesajınız nə olardı? Bilmirəm mən düz fikirləşirəm ya yox. Fərqliliyi olan insanlar həmişə istedad cəhətdən nəsə 1-2 addım digər insanlardan qarşıda olurlar. Yəni bunu çox müşahidə eləmişəm həqiqətən. Bu yaxınlarda da özüm bir tədbirdə iştirak elədim. Mənim kimi həm əlilliyi olan şəxslər var idi, həm fərqliliyi olan şəxslər var idi. O qədər istedadlı, o qədər gözəl mahnılar, şeirlər, aparıcılıq qabiliyyəti o qədər gözəl idi ki, yəni sadəcə onu demək istəyirəm ki, hər birimizi Allah yaradıb və hər birimiz insanıq. Fərqli ola bilərik, rəngimiz, necə deyim, gözümüzün zəifliyi, boyumuz, hər şey fərqli ola bilər, amma istedad həmişə fərqlənir, göz önündə olur. Yəni mən burdan fərqli olub istedadı olan insanlara onu demək istəyirəm ki, qətiyyən çəkinməsinlər, özlərinin üzərində işləsinlər. Təkcə istedada fokuslanmayaq da, biraz da ümumiyyətlə ola bilər ki, fərqli bir istedadı yoxdur. Amma sırf ona bir motivasiya danışıq istəyərdim sizdən. Uşaq vaxtı mənim başıma gəlibdi ya, yəni cəmiyyətdən kənarlaşdırılma söhbəti olubdu ya. Mən özüm heç bir zaman heç bir fərqliliyi olan şəxsə onu eləməmişəm. Yəni mənim üçün, yəni siz indi deyirsiniz ki, onlara bir məsləhət ver, amma yəni mənim üçün belə fərqli bir insanlar deyil onlar. O qədər özümə yaxın hiss eləyirəm ki, onlar da bizim kimi, sizin, mənim kimi normal insanlardır. Hər bir insanın necə deyim, birinin ola bilər də indi Allah yaradır. Məsələn, qolu olmur, birinin necə deyim, bir gözü görmür, bir gözü görür. Yəni bu normal haldır. Artıq mən düşünürəm ki, biz 2026-cı ildəyik də. Yəni insanlar bunu normal qarşılamalıdırlar. Yəni mən bu barədə heç açıqlama da verməli deyiləm ki, yəni onu cəmiyyətdən kənarlaşdırmamalıdırlar deyə düşünürəm. Ailədə sizdə bacı, qardaşda da eyni fərqlilik var, yoxsa? Bacımda var. Bəli, bacım məndən 2 yaş balacadır. O da mənim kimidir. Saçları bəmbəyazdır və o da boyuyur istədiyi kimi qaşını, kipriyini. Qardaşım da var, qardaşım yox. Qardaşım biraz sarışındır sadəcə. Yəni dəri rəngi necə deyim, normal dəri rəngidir, çox ağ deyil, amma o da sarışındır. Yəni yenə bizdə əsmər bir insan yoxdur da. Onda ümumiyyətlə sizdə genetika olaraq da deməli sarılıq var da. Anam özü göy gözlü, atam da biraz sarışındır. Yəni necə deyim, tam
əsmər bir yoxdur ki, genetikadan bizə bir əsmərlik keçsin də, yəni. İndi gəlin sırf danışaq sizin musiqi karyeranızdan. Musiqiyə marağınız neçə yaşından başlayıb, nə vaxtdan ifa eləyirsiniz? Bilirsiniz, uşaq vaxtı necə deyim, olur da indi atalarımız maşında musiqilərə qoşurlar, televizorda qoşurlar. Hər musiqi yaddaşımda qalırmış anamın dediyinə görə və onu başlayıram təkrar oxumağa. Görürlər ki, yəni bilirsiniz, həqiqətən düz oxuyuram. Həqiqətən düz oxuduğumu görəndən sonra deyiblər ki, yəni bu uşağın həvəsi var da. Məsələn, uşaqlar oyun qururdu, mən başlayırdım orada mahnı oxuyan mən olurdum. Ondan sonra biz evdə məsləhətləşdik. Artıq 3-cü sinifə gedirdim yenə dediyim kimi. Mama dedi ki, yəni əgər bu cür istedadın varsa, bunu hədər eləməyə get. Bizim də öz məktəbimizdə musiqi dərnəyi var idi. Zəngilan rayon Mincivan qəsəbə uşaq musiqi məktəbi köçürülmə idi işğalda olduğuna görə torpaqlarımız. Mən də orada təhsil almağa başladım və təhsil alandan sonra da yenə fərqli idim. Orada da məsələn baxırdılar ki, bəmbəyaz saçlar var, bu qız xalq mahnısı oxuyur. Məsələn, tədbirlərə çıxardırdılar məni. 5 ildə orada təhsil alandan sonra artıq dedim ki, yəni səs var, istedad var, qabiliyyət var, səhnə mədəniyyəti var. Bunu dəyərləndirək, yəni bu universitetlə sonlansın, nəticələnsin. Videolarımın belə izlənməyini də çox təsadüfi bir şəkildə oldu. Yar düşündür benim saçlarıma ben, benim saçlarıma ben. İlk məhəbbəti niyə unuda bilməm, niyə unuda bilməm. Universitetə düşəndən sonra birinci kursun sonuna qədər biz tanış oldum. Yəni mən kollec bitirməmişəm. Yəni belə məlumatım olmayıb musiqi cəmiyyəti barəsində. Tanış oldum uşaqlarla, sonra yeni mahnılar öyrəndim təbii ki. Bilirsiniz necə uşaq vaxtı türk mahnıları oxuyurdum, ingilis mahnıları oxuyurdum, estrad mahnıları oxuyurdum, amma yəni qətiyyən getmişəm, bunun dərnəyinə getmişəm. Sadəcə universiteti də estrada üzrə oxumağı fikirləşirdim. Gəldim, qabiliyyəti verəndən sonra Gülyana xanım idi qabiliyyətdə. Çox sağ olsun. Mənə dedi ki, qızım, səndə muğam boğazı var. Yəni məni götürdü, imtahandan keçirtdi. Hal-hazırda da universitetdə bizim universitetimizdə dərs deyir. Gördüm ki, yəni məndə alınır artıq. Birinci kursun sonunda sadəcə uşaqlarla çox təsadüfi, spontan bir şəkildə bir video çəkdik. Çəkəndən sonra paylaşdım videonu. İnanın ki, yəni o qədər izləyəcəyimi bilmirdim. Paylaşdım, səhərsi artıq gördüm ki, 200 min izlənməni keçmişdi. Ondan sonra başladım dayanmadan yeni videolar ürətməyə. Necə deyim, insanlara çox maraqlı gəlir canlı musiqi, gitar, tar, qaval. Bunların ritmini vura-vura. Məsələn, tutaq ki, bu yaxınlarda bir mahnı var idi. Elə Gülyana xanımın duetindən bir mahnı idi. O mahnının tempi çox astadır. Mən onu canlı musiqi ilə ritmli şəkildə oxudum və yenə izləndi. Artıq elə bir alqoritma yaratmışam ki, yəni şükür ki, nə oxusam, insanlara çox maraqlı gəlir. Çünki onu fərqli bir tərzdə insanlara yansıtıram. Yəni bu cür inşallah belə də davam eləyər. Videolarımızı davam elətdirərik. Mən sosial şəbəkədə videolarınızda görürəm, deyəsən artıq kiçik ailə məclislərində aparıcı belə müğənni qismində iştirak edirsiniz. Yox, bilirsiniz necə mənə gündə nə qədər mesaj gəlir el şənliklərindən, toy məclislərindən bağlı. Həqiqətən hələ ki iştirak eləmirəm, amma o videolar necə yaranır? Tutaq ki, bizi qohumlar dəvət edirlər öz məclislərinə, şad günlərinə gedirik, iştirak edirik. Atam qayıdır ki, yeganə bir ağızda sən oxu. Götürüb mikrofonu oxuyuram. Gözəl abu-hava yaranır orada. Hər kəs başlayır oynamağa, hər kəs məni tanıyır. Bu cür də oxuyuram, xoşlarına gəlir. Mən niyə xüsusilə bu məclis hissəsini qabartdım? Çünki yenə deyirəm, muğamı bir təhər beynimə oturtmağa çalışırdım bu görüntü və ziddiyyətlə. O ki, əlinizdə qaval, toyda hamını oynamağa çağırırsınız. Bu profillə belə cəmaət qalxır, necə bəhbəhlə oynayır.
o bir türlü o mənim üzümü çox güldürür məsələn. Bilirsiniz, Ona məni tanıyan baxanda. hər kəs deyir ki, enerjim çox yüksəkdir. Yəni kimsə gəlir birə keyfi olmur, oturur. Qavalı alıram əlimə, məsələn, qohumlar bizə gəlirlər. Hələ bu bir toy deyil də. Yəni sadəcə bizə qonaq gəliblər, çoxdular. Başlayıram oxumağa, çəkirlər, əl çalırlar. O qədər insanların ruhu, enerjisi yüksəlir ki, abu havası. Deyirlər ki, yəni bilirsiniz necə, mahnı oxumağa başlayanda Bəsti xanım Sevdiyeva həmişə bu söz mənə deyir. Həyat eşqi ilə deyir, sanki oxursan. Deyir, ola bilər səhvlərin olur ifadə, amma o qədər həyat eşqi ilə oxursan ki, o mənə xoş gəlir, gülə-gülə. Yəni Qavalı da Mahmud müəllim sağ olsun, o qədər gözəl öyrədib ki bizə və qavalsız yəni mən oxumuram da. Mənim bir sözüm var, həmişə işlədirəm ki, xanəndənin çörəyi həmişə qavaldır. Yəni qavalla ritmi vura-vura, mahnıları oxuya-oxuya insanlar o qədər şənlənirlər ki, mən özümdə alışmışam, artıq insanlar da mənə o cür alışır. Əlimdə qaval görməyəndə yadırğayırlar ki, niyə bu ifanı da qavalla ifa eləyə bilərsən, bu mahnını da eləyə bilərsən? Yəni bu cür insanları özümə belə cəlb eləmişəm. Qavaldan danışmışkən bəlkə qavalı götürüb ürəyinizdən nə gəlirsə bizim üçün bir bədahətən ifa eləyəsiniz. Niyə olmasın? Ya Rəbb, hanı bəs o şən sevdalı günlər, o şən sevdalı günlər, biri-birindən qız tək həyalı günlər, qız tək həyalı günlər. Ya Rəbb, nə oldu bizim məhəbbətimiz, bizim məhəbbətimiz saralıb soldu. Niyə səadətimiz, niyə səadətimiz? Çox sağ olun, çox təşəkkür edirik. Təşəkkürlər dəvətə görə. Həqiqətən bayaq da qeyd elədiniz, elə insan var ki, səsi çox qəşəngdir. Bəlkə hər şeyi yerində oxuyur bütün notlarına qədər, amma o duyğunu ötürə bilmir. Bəli, Siz o təbii duyğunu ki. ötürə bilirsiniz. Nə xoş mənə. Təşəkkür edirəm dəvətimizi qəbul Minnətdaram, etdiyiniz çox sağ üçün. olun, təşəkkürlər.